Türlü səbəbdən orucunu pozan insanlar bir yoxsul insanı doyurmaq həttində hər günün əvəzində bir yoxsul insana doyurmaq, yanına yardım etmək, bir doyumluq yemək vermək, bu qədər gücü çatırsa bunu eləməlidir. Buna gücü çatmırsa heç nə etməli deyil. Amma üzürsüz səbəbdən oruc pozulursa, məlum olduğu kimi bir günün əvəzində 60 gün oruc və yaxud 60 ehtiyaclı insanı təmin etmək. İbtida, yəni minimum, məsələn çörəklə təmin etmək. Bu da böyük bir vəsait deyil, yəni imkanı çatan. Amma imkanı çatan insanlar orucu tutmalıdır və bilirsiniz, orucdan ümumiyyətlə çəkinmək də lazım deyil. Bəzən biz kənardan bir ibadətə baxırıq, o bizə qorxulu görünür, amma Allah Quranda buyurur ki, Allah sizə çətinlik deyil, asanlıq istəyir. Yəni əslində həyatda ümumiyyətlə biz müxtəlif çətinliklərlə rastlaşırıq və oruc çətinliyi digər həyatda olan çətinlikləri asanlaşdırır bizim üçün. Bunu da deyim, bəzi insanlar israr edir. Deyir ki, mən orucumu pozmayacağam. Tutaq ki, həkim deyir, sənə zərərdir, ciddi ziyanı var, oruc tutmaq olmaz. Bu deyir, yox, Allah mənə kömək olar, mən oruc tutacağam. Bu yanlışdır. Yəni o insanlar günah etmiş olurlar oruc tutmaqla. Əgər həkim bunu xəbərdar edirsə və oruc tutmaqla səhhətinə ciddi zərər vurursa, bu insan mütləq orucunu pozmalıdır və onun orucunu pozması da ibadət sayılır. Çünki Allahın əmri ilə bu işi görmüş sayılır.